Salam, 112-ci suala baxaq. Burada bizdə iki dənə sözün uyğunsuzluğunu istəyir. Burada istəyəsidir sözü, feildir, xəbəri şəkilsizdir. Xəbəri şəkilsi olduqda dır. Yəni, qrammatik şəkilsi olduqda tələffüzdə r olmur. Yəni ki, qrammatik şəkilsi olduqda tələffüzdə r olmur. İstəyəsidir. Burada t-da deyə keçibdir. İstəyəsidir. Ə-iyə keçibdir. Deməli, neçə dənə fərqimiz oldu? 3 dənə fərqimiz oldu. İstəyəsidir. R da yoxa çıxdı. 3 fərqimiz yarandı. Xoşbəxtdir sözündə xoşbəxtdir. Xoşbəxtdir. X-tı, s-tı, f-tı, x-tı birləşməsində t düşür. Xoşbəxtdir deyirik. Çünki yazdır, qəşəngdir, gözəldir. Tələffüz etdikdən r-mız olmur. İndi baxaq. Xəbəri şəkilsində r samitin düşümü sözlər üçün ortaq cəhət ola bilər. Xəbəri şəkilsində hər ikisində, bəli, xoşbəxtdir xəbəri şəkilsidir. Yəni, sifəti artırılmış xəbəri şəkilsidir. İstəyəsidir də feili artırılmış xəbəri şəkilsidir. Hər ikisində r-nın düşümü ortaq cəhət ola bilər. Bir doğrudur. Amma bizdən uyğunsuzluq istəyir deyə doğrudan yanlışı seçirik. Hər iki sözdə d samitin kar qarşılığı iştirak edir. Birincidə istəyəsidir. Burada d samitin kar qarşılığı yoxdur. Xoşbəxtdir sözündə də t-mız yoxdur. Yəni, d-nın qarşılığı olmadı. Ona görə ikimiz yanlışdır. Doğrudan yanlışı götürürük. Baxırıq, yanlışam. Yanlışdan isə doğrunu tapmalıyıq. Sözlərdən birində qapalı saitlər açıq saitlərdən daha çoxdur. Birincidə həqiqətən də idi. 4 dənə imiz var. 4 dənə i var deyən qapalı saitlər açıq saitlərdən çoxdur. 3 doğrudur. Bizə yanlışdan doğrunu verdiyi üçün 3-ü seçirik. Cavabımız 2-3-dür. 4-ə baxaq. İkinci sözün tələffüzü xoşbaxtdır. Yanlışdır. Elə yanlışdır. Yanlışın altında yazılıbdır. Qalsın. 2 ilə 3 bizim cavabımızdır.